Bəziləri yazıb ki, oruç tutanlar fitrə verməsə, orucu qəbul olmur. Oruç tutanların da əksəriyyəti kasıbdır. Bu deyim nə dərəcədə doğrudur? Baxın, elə o bəzilərin fikridir ki, hansı ki, dindən xəbəri olmayan ümumiyyətlə, yəni o sahədən heç bir anlayışı olmayan, yəni bu işlərdə başlayırlar, yəni filosofluq eləməyə, amma yəni İslam dini kiminsə fikri deyil, mən belə fikirləşirəm, sən elə fikirləşsən, Allah həmd olsun ki, fiqh elmi var. Fiqh elmində də bunlar hamısı geniş şəkildə izah olunub. Yəni fitrə zəkatına gəlib çatanda da baxıram o qədər insanlar, yəni müxtəlif cür fikirlərlə yanaşır. Biri deyir, nə bilim, borcum belədir, biri deyir, nə bilim, elə bir adam yoxdur, borcu olmasın. Amma bəzən görsən insanlar, yəni həqiqətən lazımsız yerlərə pul xərcləyirlər də. Yəni o insanların, yəni borclu olan insanlar heç sürə imkanı yoxdursa, həqiqətən yəni bunu vermək, yəni nə gücü çatır, nə vermək iqtidarındadır. Yəni heç sürə imkan elib bunu verə bilmirsə, həmin insanlar istisnadır. Amma adam var, borcu ola, məsəl üçün görsən, bahalı telefonda işlədir, bahalı yerlərdə gedib, nə bilim, əyləncələrlə məşğul olur. O qədər yəni harama gedib milyonlarla pul xərcləyəndə gəlib 3 manata, 4 manata, 10 manata, 12 manata satanda bir il ərzində olan bir məsələyə qayıdıb başlayırlar, yəni bu şəkildə yanaşmağa. Yəni mənim imkanım yoxdur, mənim nə bilim borcum çoxdur. Yəni borclu olanlar istisnadır. Yəni verməyə bilərlər, amma o insanlar ki, həqiqətən yəni bu borcu heç cürə qaytara bilmirlər. Amma o insanlar ki, bəzən yəni görsən imkanı var, vermək istəmirlər, o başqa məsələdir. Yəni istəyirlər ki, kiminsə dilindən bir dənə söz tutsunlar və desinlər ki, bəli, filan kəs bu sözü dedi və buna istinadən mən fitrə zəkatımı vermirəm. Yəni sənin verdiklərin heç kimin cibinə getmir. Sənin verdiklərin elə sənin özün üçün bir axirət yəni tədarüküdür və öz axirət yükünü elə bir ki, yüngülləşdirirsən və o insanlar ki, oruç tuturlar, sonda yəni sualı vermişsiniz, onun cavabını verim. O insanlar ki, oruç tuturlar, imkanı olan yerdə əgər fitrə zəkatını verməsələr, həqiqətən onların orucu yəni sual altındadır və heç kim də deyə bilməz ki, kimsə oruçdur, kimsə orucu qəbuldur, yoxsa qəbuldur, və yaxud kimsə namaz qılır, kimsə namazı qəbuldur, yoxsa qəbuldur. Bu Allahın işidir. Əsas odur ki, insanlar bu əməlləri ixlasla yerinə yetirsinlər.